Assalamu alaykum. Farabi Darxasına hörmətli görmələrim. İş vaxtınla xeyirlik olsun. Bugün hazırki zaman Uyğur dil dərsimizin 40-cı dərsini ötümüz. 40-cı dərsimiz alma söz türkümü haqqında. Biz bu dərsimizdə almaşının mənisi, almaşının qrammatikli xüsusiyyəti, almaşının türləri və almaşının türləri içidən şəxs almaşları və körsüş almaşlarını görüb çıxımız. Dərsimiz başlaşdan burun ötken saatlik dərsimizin axırı sorab ötken tüvəndiki iki sualımızға qısqıq cavab verib ötəyli. Birinci, reviş degen nima? Reviş degenimiz şeylərinin hərəkəti və bəlgisik münasibətlik əhvalını bildirdiğin söz türkümü. Şeylərinin hərəkəti və bəlgisik münasibətlik əhval degenimiz şeylər hərəkətinin vaxtı, orni, usulü, halıtı, sübti və şeylər bəlgisinin dərəcəsi qatarlıqlarını öz içigə alıdı. İkinci, revişlər mənisi qarab qaysı türlərə ayrıldı? Bu sualın cavabı revişlər mənisi qarab vaqt revişləri, orun revişləri, dərəcə revişləri və hal revişləri yoki halət revişləri degəndə dörd türə ayrıldı. Əmdi bugünkü dərsimiz gəlsək, bugün almaş söz türkümü haqqında toxtalıb ötümüz. Undaqda almaş degen nima? Almaş degenimiz isim, sifət, san miqdar və revişlərinin ornunda keldiğin, lekin şeylərini və şeylərinin bəlgisini, san miqdarını, hərəkət bilan münasibətli halətlərini konkret ifadələməy, bəlkə məlum cəhətdən abstraktlaşdırıb ifadələydiğin söz türkümü. Məsələn, mən almışı isim ornunda keldi, lekin o konkret bir adam emas, bəlkə sözlügücü, yəni birinci şəxs ornunda turğan hər qandaq adamını bildirələydi. Hər qandaq almış bolsa sifət ornunda keldi, lekin o konkret bir bəlgin emas, bəlkə hər xil bəlgilərinin tamamən müstəsnasızlığını bildirdi. Həmmə almış bolsa san yoki san miqdar birikmiş ornunda kelələydi, lekin o konkret san miqdarını bildirməydi. Hər qaçan almış bolsa vaqt rəviş ornunda keldi, lekin o konkret bir vaqtni emas, bəlkə məlum dairə içidəki hər qandaq vaqtni bildirdi. Əmdi almaşının qrammatikli xüsusiyyətini görüb çıxsaq, almaşının məxsus bir söz türkümü olub ayrılışda ularının şeylərinin bəlgisini, san miqdarını, hərəkət bilan münasibətlik halətlərini konkret adab ifadələmək, məlum cəhətdən abstraktlaşdırıb ifadələşdək ortaq leksiklik və semantiklik alayidliki asas qılınğan. Almaşdan ibarət bu söz türkümü öz tərkibidəki həmmə almaşlar üçün ortaq bolğan qrammatikli xüsusiyyətə ega emas. Almaşlar asasən qaysı söz türkümlük sözlərinin ornunda gəlsə, o şu söz türkümünün həmmə yoki bir qism qrammatikli xüsusiyyətinə ega boludu. Almaşның bəzi türləri şu türdəki almaşlara xas bolğan bəzi qrammatikli xüsusiyyətlərini ifadələydi. Şuna almaşlarının qrammatikli xüsusiyyətini almaşның hər qaysı türləri və konkret almaşlar doğrultusundakı bayanlarla aydınlaşdırmalı boldu. Yəni almaşlarının qrammatikli xüsusiyyətləri üstə toxtalışımız doğru gəlgəndə, almaşның hər qaysı türləri üstüdə ayrım-ayrım toxtalışımız doğru gəldi. Biz konkret almaşlarının qrammatikli xüsusiyyətlərini bayan qılğanda bolsa, isim ornuna ega almaşlarını isim almışı, sifət ornuna ega almaşlarını bolsa, sifət almışı, san yoki san miqdar birikmiş ornuna ega almaşlarını bolsa, san miqdar almışı, reviş ornuna ega almaşlarını bolsa, reviş almışı deb ataymiz. Əmdi almaşlarının türlərini görüb çıxsaq, almaşlar mənisiga qarab, şəxs almaşları, körüstüş almaşları, sual almaşları, özlük almaşları, belgileş almaşları, buluşsuzluk almaşları, eniqsizlik almaşları degəndək 7 türə ayrıldı. Bunlardan şəxs almaşlarına mən, sən, o, biz, sizlər degəndək müşxil almaşlar kirdi. Körüstüş almaşları bolsa, bu, u, şu, mavu, avu degəndək bu xil türdəki almaşlar kirdi. Sual almaşları bolsa, kim, nima, qandaq, qaçan degəndək müşxil almaşlar sual almaşları kirdi. Özlük almaşları bolsa, özüm, özün, özü, özümüz degəndək müşxil almaşlar özlük almaşları kirdi. Belgileş almaşları bolsa, həmmə, barlıq, hər kim, hər qaçan degəndək almaşlar kirdi. Buluşsuzluq almaşları bolsa, heç kim, heç nima, heç qandaq degən almaşlar buluşsuzluq almaşları kirdi. Eniqsizlik almaşları bolsa, kimdo, nimido, qandaqdır, allikim degəndək almaşlar eniqsizlik almaşları kirdi. Əmdi biz bu almaşlar üstüdə ayrım-ayrım toxtalıb ötümüz. Almaşlarının türlərindən içində ən avval görüb çıxdığımız şəxs almaşları. Birinci şəxs almaşları şeylərini sözlügücü,
anlıqçı ve sözlengüç noktasından abstraktlaştırıp ifadələydi. Şuna ular aldı bilen birinci şəxs, yani sözlügücü, ikinci şəxs, anlıqçı, üçüncü şəxs bolsa sözlengücü degan üç şəxsga bölündü. Yani şəxs almaçları birinci şəxs, ikinci şəxs ve üçüncü şəxsdən ibaret üç şəxsga bölünüdü. Bulardan birinci şəxs bilen ikinci şəxs yana san cəhətdən fərqlənib birlik ve köplükке bölünüdü. İkinci şəxs ataş tür cəhətdən fərqlənib bolsa, addi tür, sipay tür, hörmət türü və sətlim türü degəndək dörd türgə bölündü. Bulardan addi tür bilen hörmət türü san cəhətdən fərqlənib birlik ve köplükке bölünüdü. Sipay türü bolsa birlik ve sətlim tür bolsa köplükdən ibaret buludu. Əmdi bularni ayrım-ayrım görüp çıxsaq, şəxs almaçları tövəndikilərini öz içigə alıdı. Mən, biz, yəni birinci şəxs. Birinci şəxs şəxs almaçlarga mən və biz kirdi. Bunun içindən mən bolsa, birinci şəxs birlik şəxs almışı bolup sözlügücünü bildirdi. Biz bolsa birinci şəxs köplük şəxs almışı bolup sözlügücünü öz içigə alğan bir türk madəmini bildirdi. Əmdi ikinci şəxs şəxs almaçlarını görüp çıxsaq, sen bolsa ikinci şəxs birlik şəxs almışının addi türü bolup, anlıqçını adetlikçe yani normal ataşlı қолlanıldı. Siz bolsa ikinci şəxs birlik şəxs almışının spy türü bolup, anlıqçını spy ataşlı қолlanıldı. Sili özleri bolsa ikinci şəxs birlik şəxs almışının hörmət türü bolup, anlıqçını hörmət bilen ataşlı қолlanıldı. Sizler bolsa ikinci şəxs köplük şəxs almışının addi türü bolup, ikkidən artıq sandaki anlıqçını yoki anlıqçını öz içigə alğan bir türk madəmini adetlikçe ataşlı, yani normal ataşlı қолlanıldı. Senler bolsa ikinci şəxs köplük şəxs almışının sətlim türü bolup, ikkidən artıq sandaki anlıqçını yoki anlıqçını öz içigə alğan bir türk madəmini sətləb ataşlı қолlanıldı. Her qaysiləri, her birləri bu ikinci şəxs köplük almışının hörmət türü bolup, ikkidən artıq anlıqçını yoki anlıqçını öz içigə alğan bir türk madəmini hörmət bilen ataşlı қолlanıldı. Əmdi şəxs almaçlardan üçüncü şəxs almışını görüp çıxsaq, u ve ular. U bolsa üçüncü şəxs birlik şəxs almışı bolup, sözlengücü bir adam yoki nərsini bildirdi. Ular bolsa üçüncü şəxs köplük şəxs almışı bolup, ikkidən artıq sandaki sözlengücünü bildirdi. Biz yuqorida görüp çıqqan şəxs almaçlarını tövəndiki cədvəl boyunca görüp çıxalayımız. Şəxs almaçlarını görüp çıxdığımızdək birinci şəxs, ikinci şəxs və üçüncü şəxs degəndək üç türgə ayırğandıq. Bunun içindən birinci şəxs bolsa birlik və köplükə, ikinci şəxs bolsa birlik və köplükə, bunun için birlik bolsa addi tür, spy tür, hörmət türü degəndək, köplük bolsa addi tür, hörmət türü və sətlim türü degəndək bu türlərə ayrıldı. Üçüncü şəxs bolsa birlik türü və köplük türü degəndək ikiyə ayrıldı. İkinci şəxs almaçları isim almaçlarına təvə bulup, xuddi isimlərə oxşaş keliş kateqoriyası boyunca türlünüdü və tirkəlmələr bilan birikib kelidu. Mən, sən, u almaçları bəzi keliş qoşumçuları bilan birikən vaqtda bəzi fonetiklik özgürüşlərmi yüz berdi. Məsələn, mən şəxs almışığa egilik keliş qoşumçusu nin qoşulğan vaqtda məndən emas bəlkə menin buludu. Yəni, bu yerdə ə bilan i'nin növbətləşib buldu və bir ne hərfi düşüb qalıdı. Sən şəxs almışığı bolsa, yönlüş keliş qoşumçusu g qoşulğanda sənə emas sana buludu. O şəxs almışı bolsa, çıxış keliş qoşumçusu din qoşulğanda udun emas bəlkə unundan, yəni bir egilik keliş qoşumçusu qoşulub kelidir. O almışı bilen üçün tirkəlmələr bilen birikən vaqtda egilik keliş şəkildə buludu. Mən, sən, biz, siz almaçları bu tirkəlmələr bilen birikəndə, yəni bilen üçün tirkəlmələr bilen birikən vaqtda baş keliş şəkildə bolsunmu, egilik keliş şəkildə bolsunmu buluyordu. Məsələn, onun bilen, onun üçün, mən bilen, menin bilen, mən üçün, menin üçün, sən bilen, senin bilen, sən üçün, senin üçün, biz bilen, bizden bilen, biz üçün, bizden üçün, siz bilen, sizden bilen, siz üçün, sizden üçün degəndək hem baş keliş şəkli bilen hem egilik keliş şəkli bilen kəsb oluyordu. Oxşaşlar mühendisi özgərməydi.
Üçüncü şəxs almashtir yana tövənlik xususiyyətləri bilan ismdən fərqlənir. Birinci, təvəllük kateqoriyası boyunca türlənməydi. Bu nöqtə onların leksikilik mənası bilan münasibətlik. İkinci, üçüncü şəxsni hesab qılmağa vaxtda san kateqoriyası boyunca türlənməydi. Çünki onların köplük şəkilləri ayrım söz üstüdə muqimləşib qalğan. Yəni mən bolsa biz, sən bolsa sizlər şəkildə muqimləşib qalğan. Biz almış bəzide bizlər şəklində uçraydı, biroq mənası oxşashlar özgərməydi. Üçüncü şəxs almashları aniqlovchi qabul qilmaydi. To'rtinchi ega bo'lib kelgan birinchi va ikkinchi shaxsga shaxs almashlarining ma'nosi xabar bo'lib kelgan fe'llarning shaxsiy shakllaridan ma'lum bo'lib turadi. Egilik kelish shakllari aniqlovchi bo'lib kelgan birinchi, ikkinchi shaxsga shaxs almashlarining ma'nosi aniqlang'uchi ismning tavallik shakllaridan ma'lum bo'lib turadi. Shunga ega bo'lib kelgan va egilik kelish shaklida aniqlovchi bo'lib kelgan birinchi, ikkinchi shaxsga shaxs almashlari faqat alayida ta'kidlangan ahvol ostida qo'llaniladi. Başqa çağlarda düşüb qalıdı. Məsələn, bugünkü yığınğa sizlərdən kim qatnaşıdı? Mən qatnaşıman bu yerdə. Mən qatnaşıman bu yerdəki mən şəxs almışı qatnaşıman degan, yəni xəbər bo'lib kelgan fe'lning shaxslik shakllaridan ma'lum bo'lib turgan. Bugünkü yığınğa biz qatnaşmaymiz, yangi o'quvchilar qatnaşıdı. Bu yerda o'xshashlar. Biz qatnaşmaymiz, yəni bu yerda xəbər bo'lib kelgan fe'lning shaxslik shakllaridan üçüncü şəxs almışı ma'lum bo'lib turgan. Bu sınıfdan sizlərinin sınıfınlar yoruq ekan, bu cümledeki sizlərinin sınıfınlar, yəni sizlərinin degan şəxs almışı, igilik kelishdi kelgan şəxs almışı, sınıfınlar degan aniqlang'uch ismning tavallik shaklidan ma'lum bo'lib turgan. Sizning lug'atingizdek lug'atdan men birini olaman. Sizning lug'atingizdek bu yerdagi sizning degan igilik kelishdi kelgan şəxs almışı, lug'atingizdek degan aniqlang'uch ismning tavallik shaklidan ma'lum bo'lib turdi. Şəxs almashlarını görüb çıxdıq. Əmri ikinci bo'lib ko'rsatish almashlarını görüb chiqamiz. Birinchi ko'rsatish almashları şeylərini yoki turli belgi holatlarini ishorat yoki kontekstga bog'lash yo'li bilan ifodalaydi yoki aniqlaydi. Masalan, bu kim? Yatqimiz o binoda, u yig'inga bizmi qatnashimiz bu yerdagi bu u degandek bu almashlar ko'rsatish almashlarga misol bo'la oladi. Uyghur tilida tövənli ko'rsatish almashları qo'llanildi. Endi ko'rsatish almashlarini tafsiliy ko'rib chiqamiz. Bu almışı, bu almay so'zligicha ishorat qilgan yoki anglag'uchim ko'rib turgan yaqindagi shayni ifodalaydi yoki aniqlaydi. Masalan, bu mening akam, buni o'zimga, buni ukamga oldim. Bu kitobni o'zimga, bu lug'atni ukamga oldim. Ya'ni bu yerdagi bu almışı so'zligicha ishorat qilgan yoki anglag'uchim ko'rib turgan yaqindagi, ya'ni faqat atrofimizdagi shaylarni ifodalaydi yoki aniqlaydi. Ko'rsatish almashlaridan u almışı, bu almash boshqa odam ko'rsatgan yoki so'zligichidan yiroqroq bo'lgan shayni ifodalaydi yoki aniqlaydi. Masalan, bu bugungi gazitmi yo'q, u koni gazit. Bu almışı yaqinni ko'rsatgan bo'lsa, u almışı biroz yiroqni ko'rsatgan. Bu kitob seningmi yo'q, u kitob mening emas. Bu jumlada o'xshashlar. Bu almışı yaqinni ko'rsatgan bo'lsa, u almışı biroz yiroqroq bo'lgan shayni ifodalagan. Ko'rsatish almashlardan shu almışı, bu almay savol tushgan yiroqdagi shayni muayyanlashtirib ifodalaydi yoki aniqlaydi. Masalan, ularning uyi avumi, shu, ya'ni bu yerdagi shu almışı savol tushgan yiroqdagi shayni muayyanlashtirib ifodalagan. Sening degining o'ng tarafdagisimi, shu bu yerda o'xshashlar savol tushgan yiroqdagi shayni muayyanlashtirib ifodalagan. Almoqchi bo'lganing mono kitobmi? Shu kitob bu yerdami o'xshashlar, ustidagi misollarga o'xshashlar. Savol tushgan yiroqdagi shayni muayyanlashtirib ifodalagan. Ko'rsatish almashlaridan bu almışı, bu almash mana yuklamasi bilan bu almışning birikişi va fonetikalik o'zgarishga uchrab qo'shilib ketishdan hosil bo'lgan bo'lib, birinchi ma'nodagi bu almışning kuchaytirilma turi sifatida qo'llanildi. Masalan, mavuni o'zimga, mavuni ukamga oldim. Mavu kitobni o'zimga, mavu lug'atni ukamga oldim. Bu yerda ko'rib chiqqanimizdek, bu almışı yaqinni ko'rsatdi. Mavu almışim o'xshashlar, bu almışning kuchaytirilma turi sifatida qo'llanilgan. Ko'rsatish almashlaridan mono almışı, bu almash mana yuklamasi bilan bu almışning birikishi va fonetikalik o'zgarishga uchrab qo'shilib ketishdan hosil bo'lgan yana bir almash bo'lib, mavu almış bilan o'xshash qo'llanilgandan tashqari yana tuvandagi ma'noni bildirdi. Masalan, mononi o'zimga, mononi ukamga oldim. Mono kitobni o'zimga, mono lug'atni ukamga oldim. Bu yerdagi mono mavu almışga o'xshashlar bu ma'nosida, ya'ni bu almışning rolida kuchaytirilma shaklda qo'llanilgan.
Monolarga diqqat qilishimiz kerak. Bu misolda bo'lsa, monolarga degan ko'rsatish almishi tuvandiki degan ma'ni ifodalab kelgan. Ko'rsatish almishidan avu almishi bu almash ana yuklamasi bilan u almishning birikişi va fonetiklik o'zgarish uchrab qo'shilib ketishidan hosil bo'lgan bo'lib, so'zligicha ishorat qilgan yiroqdagi shayni ifodalaydi yoki ayırıp gösterdi. Yani avu almışı ana yüklemesi bilen u almışının birikişinden yani ana u degan şeklinin fonetiklik özgürlük uçuruşidan şekillengen bir almaş. Bunu özümge avunu ufkamga aldım. Bu yerdeki bunu bolsa yaqinlikini ko'rsatgan bo'lsa, avuni biraz yiroqdagi shayni ko'rsatgan. Ko'rsatish almashlardan mushu almishi, bu almash bo'lsa, mana yuklamasi bilan shu almishning birikishi va fonetiklik o'zgarish yasab, ixchamlashidan hosil bo'lgan bo'lib, birinchidan savol tushgan yoki izdilayotgan yaqindagi shayni muayyanlashtirib ifodalaydi yoki aniqlaydi. Masalan, ularning uyi ma'lumi, ha mushu, ya'ni bu yerdagi mushu almishi shu almishga o'xshash rolga kelgan. Taptım mening izdiginim mush edi. Bu misolda o'xshashlar mushu almishi shu almishga o'xshashlar savol tushgan yoki izdilayotgan yaqindagi shayni muayyanlashtirib ifodalagan. Ko'rsatish almashlaridan ushbu yoki shu bu almishi bu almash kitobiy tilga xos bo'lib, ayrim o'rinlarda bu yoki shu almishning o'rnida keladi. Masalan, ushbu xat yo'ldosh yurakka tegadi. Bu yerda bu o'rnida kelgan, ya'ni yaqindagi shayni ifodalagan. Murat dastan üçün dastan emastur, yetilse elge xizmet ushbu bestur. Bu misolda bo'lsa, ushbu almishi shu o'rniga kelgan, ya'ni ko'rsatilgan shayni muayyanlashtirish rolini o'ynagan. Ko'rsatish almashlaridan mesha almishi bu almash mush yer birikmasining ixchamlashishini hosil bo'lgan bo'lib, yana shu ma'noda qo'llanildi. Masalan, men meshada tug'ilib, meshada o'sgan, ya'ni mush yer degan ma'ni ifodalagan. Ko'rsatish almashlaridan esha almishi bu almash shu yer birikmasining ixchamlashishini hosil bo'lgan bo'lib, yana shu ma'noda qo'llanildi, ya'ni shu yer ma'nosida qo'llanildi. Masalan, sen ilmi eşyadımı yani şu yerdimi? Ko'rsatish almashlaridan maya almishi bu almash mono yer birikmasining ixchamlashishini hosil bo'lgan bo'lib, yana shu ma'noda qo'llanildi, ya'ni mono yer degan ma'noda qo'llanildi. Masalan, maya kelgina sana bir gapim bor. Bu yerda mayaga degan almash mono yer degan birikmaning ixchamlashtirilgan shakli va o'xshash ma'noda qo'llanilgan. Dersimizin ahırda ko'rsatish almashlarining xususiyatlarini ko'rib chiqamiz. Ko'rsatish almashlari asosan ism almashlariga tava bo'lib, tuvangi xususiyatlarga ega. Birinchi, son kategoriyasi bo'yicha turlanib, birlik va ko'plik shakllarida keldi. Masalan, bu, bular, u, ular, shu, shular, mavu, mavular, avu, avular, mono, monolar, mushu, mushular, ashu, ashular degandek hem birlik hem ko'plik shaklida keldi. İkinci ko'rsatish almashlari kelish kategoriyasi bo'yicha turlanadi. Biroq ko'rsatish almashlari birlik shaklda kelish qo'shimchalari bilan birikkan vaqtda faqat egilik kelish qo'shimchasi bilan tushum kelish qo'shimchasini bevosita qabul qiladi. Qolgan kelish qo'shimchalarini bo'lsa avval ning qo'shimchasi bilan birikib, andin qabul qiladi. Masalan, bu, buning, buni bu yerdagi bu ko'rsatish almishi egilik kelish qo'shimchasi va tushum kelish qo'shimchasini bevosita qabul qilgan, ammo bununga, onunda, bunundan, bunundaki, bunundek, bunungacha, bununcha degandek başqa kelish qo'shimchalarini olgan vaqtda avval ning qo'shimchasi bilan birikib, andin boshqa kelish qo'shimchalari bilan turlanib kelgan. Uchinchi, ba'zi ko'rsatish almashlarining qadimki ba'zi kelish shakllarimi hozirgi kelish shakllari bilan birlikda qo'llanildi. Bu qadim kelish shaklarini tuvangi jadvalda tafsiliy ko'rsatib o'tdik. Bu yerda ko'rsatish almashlaridan bu, u, shu, mushu, ashu degan almashlarni misol berdik va bu yerdagi bu, u, shu, mushu, ashu degan almashlar bo'lsa bosh kelish shakli kelgan. Buning yo'linish kelish shakli bo'lsa bunga, anga, shunga bu yerdagi mushu va ashuning yo'linish kelish shakli yo'q. O'rin kelish shaklida bo'lsa munda, bunda, anda, unda, shunda va o'xshashlar mushu va ashu ko'rsatish almishining o'rin kelish shakli yo'q. Chiqish kelish shaklida bo'lsa mundin, bundin, andin, undin, shundin degandek shakllarda kelgan. O'rin belgi kelishda bo'lsa mundiki, bundiki, andiki, undiki va shundiki bu yerda o'xshashlar mushu va ashu ko'rsatish almishining o'rin belgi kelish shakli yo'q. Chekkilish kelsak, chekkilishda faqat u va shu degan ko'rsatish almishining shakli bor, ya'ni ang'icha, shungacha. O'xshatma kelishda bo'lsa mundaq, bundaq, andaq, undaq, shundaq, mushundaq,
Aşundaq degəndək bu yerdə görüb çıxan bu, u, şu, muşu, aşu degəndək körtüş almaçları oxşatım kelişdə həmmisi oxşaşla türlənген. Tənlaşdırım kelişdə bolsa munca, munçilik, bunca, bunçilik, anca, ançilik, unca, unçilik, şunca, şunçilik, muşunca, muşunçilik, aşunca, aşunçilik degəndək tənlaşdırım kelişdə bu yerdeki körtüş almaçlarının həmmisi türlənib keləlgən. Yəni bu qədim keliş şəkilləri hazırki keliş şəkilləri bilan birlikdə qolunuldu. Bugünkü dərsimizin axırı gəldik. Dərsimizin axırda bu dərsimizə münasibətlik bolğan tövəndəki iki sualını sorab ötümüz. Birinci, almaç degen nima? İkinci, almaçlar mənisiga qarab qaysi türlərə ayrıladi? Bu suallarning javobini YouTube videomuzun astidagi baha qismiga yoki Instagram hesabimizning DM qismidan uchur yozib avazlanglar bo'ladi. Undaqda keyingi soatlik darsimiz ko'rishaylik. Ko'rishga tamom bo'linglar. Xayr xo'sh.